Salam dostlar, bugünkü mövzumuz redaksiya mövzusudur. İngilis dilində budaq cümlələri ixtisar edərkən yığcam və akademik struktur yaratmaq mümkündür. Bu şəkildə redaksiya aparılır. Əsasən qeyd edək ki, ixtisarlar 3 budaq cümləni özündə ehtiva edir. Reduction of noun clauses, reduction of relative və yaxud adjective clauses, reduction of adverbial clauses. Gəlin reduction of noun clauselara fikir verək. İsim budaq cümlələrini ixtisar edərkən question wordlərdən və infinitivdən, yəni tulu məstərdən istifadə edilərək bu strukturla ixtisar aparırlar. Əsas qaydaya fikir verək. Mübtəda budaq, xəbər budaq və tamamlıq budaq cümlələrində mübtəda və modal, eyni zamanda köməkçi feillər mütləq şəkildə atılır. Deməli, nəyə fikir veririk? Mübtəda eyni zamanda həm baş cümlənin və budaq cümlənin mübtədaları eyni olmalıdırlar. Əgər mübtədalar fərqlidirlərsə, bu zaman ixtisar etmək olmaz. Nümunələrə baxaraq, mübtəda budaq cümləsinin ixtisar olunmasına baxaq. Verilmiş tam cümlə who we should invite to the party is always a problem. Bu cümləni redaction etdikdə who, bəzi hallarda who-mu da görə bilərsiniz, amma akademik səviyyədə who-la redaction olunur. We-ni mübtədanı atırıq, should-u atırıq, onun yerinə tulu məstər to invite is always a problem. Xəbər budaq cümləsinin redactionu, bütöv cümlə, tam cümlə, her problem was how to, she could start the car. İxtisar etsək, her problem was how, she-ni, could-u atırıq, yaranır how to start the car. Deməli, mübtəda və modal feillər atıldı və tulu məstərlə redaction olundu. Tamamlıq budaq cümləsinin redactionuna baxırıq. Göründüyü kimi bütöv bir cümlə verilib. We talk about how we should solve the problem. İxtisar olmuş versiyasında we talk about how to solve the problem. How-dan sonra mübtədavi və should atılır, tulu məstərlə ixtisar olunur. İxtisarın mümkünsüz olduğu hallar hansıdır? Bax, müdavimləri bu şəkildə, doktorantları da bu şəkildə tələyə salırlar, amma nəyə fikir verirsiniz? Əgər cümlədə hər iki cümlənin mübtədası eynidirsə, göründüyü kimi birinci cümlənin mübtədası ən, ikinci cümlənin mübtədası tomdur. Deməli, bunu redaction etmək olmaz. Baş cümlənin mübtədası ilə budaq cümlənin mübtədası eyni adam olmalıdır. Bu qədər. Növbəti videoda təyin budaq cümləsinin redaction izah edəcəm. Videonu paylaşmağı və bəyənməyi unutmayın.